Yəqin ki, hər biriniz bir dəfə də olsun yolla gedərkən, gecə yatarkən və yaxud da dərs oxuyarkən bütün bu yaşadıklarımızın əziyyət çəkərək inşa etdiyimiz bu həyatın bir oyundan ibarət olmadığını düşünürsünüz. Bu fikrin elmi şəkildə heç bir açıqlaması yoxdur. Alim Nick Bostrom, milyarder Elon Musk kimi insanlar bu fikri cəmaət arasında yaymış, Zemeckis kimi filmlər isə bu fikri zirvəyə çatdırmışdır. Bu gün isə mən həyatın simulasiya olduğunu isbatlamağa çalışacağam. Yəni, həyatın simulasiya olduğunu isbatlamaq üçün 2 gün. Mən Zeto, xoş izləmələr. Hər şey danışdığımıza görə iş görməyə başlayaq. Birinci denəyimiz bu şəkildə olacaq. Bu deyil, bu şəkil. Birinci denəyimizdə bir gün nə yemək yeyəcəm, nə də su içəcəm və bir gün bunları etmədim. Amma yenə də saat 9-da tualetə getməli oldum. Yemək yeməməyimə baxmayaraq tualetə getdim və sonunda bir simulasiya xətası tapdım. Bunu isbatlamağa getdikcə yaxınlaşıram. Birinci denəyimiz uğurlu olduğuna görə ikinci denəyə keçə bilərik. Bu denəkdə havanın soyuq olmağına baxmayaraq çölə çıxıb tərləməyə çalışacağam. Əgər tərləsəm, bu da bizə simulasiyanın xəta verdiyini göstərəcək. Mən də hazırlaşıb çölə çıxdım və tərləməyə çalışdım. Sonunda saatlar keçdi və oldu. Bir damla da olsa tər gəlmişdi. Mən də oturub həyatı sorğulamağa başladım. Yoxsa həyat həqiqətən simulasiya ola bilər? Simulasiya həyat. Dayan. Bu 2 günün sonunda çox sayda məlumat əldə etdim və bu məlumatlardan bunu öyrəndim. Boş-boş işlərlə məşğul olmayın.